İşiniz avanda olsun. Allah can sağlığı versin hamınıza. Allah kürəyinizdə dursun. Aşosu var değil mi? Hə, Valla Çerkez dayımayınki diyorsa Ali Bey. Bu birisi Ali. ay Fuat, bax bu Çerkez babanın qəbridir. Bax burada atan qəbri budur. Atanın qəbri. Yəni atanın üstü götürülməmişdi də, elə onun böyründədir. Yəni biləsən də uşaqlar deyir Şahmar Qızat. Bütün cuarı əhli hamısı ona bax. Hamı buradadır. Hə, təmizlik işi gedir. Bak gözüne giriyor. Ben buradayım yine. Ay tövfə, bax bu da rəhmətli Qubat əminin qəbridir. Görsen bak orada. Bax, buralar Oradan deyirsən çıkmışlar. yaman gündə. orada Uşaqlar bir- təmizliyib, ətrafı yaman gündə idi. Bax. Yanında. Kırmancıkın üstünde. Hə, bu da Nəcmə, bax, Ceyran nənənin qəbri. Bax, böyründə. Müzeffer. Böyründə də yəqin Müzəffər əminin qəbridir. O da Müzeffer. Hə, o da deyir, hə, Müzəffər. Şükür də buradadır, hamısını tanıyır da. Hə, Allah hamısına rəhmət eləsin. Görsən təmizlədiyi tapılmırdı, bacı, qalmışdı şeyin o tövfə. Bu gör sizlərdəndir. Ha kabağına bak. Novruzova Gülbəs. 96'dan adam olmuş 77'de rahmete gidiyor. Ələkbər Buna qızı. bak ay şükür. Hə. Prosto biz tanımadıq, şəxsən mən bilmədim. Elə familiyasından bilirlər ki, 1890. Sizlərdəndir bu. 1977'de rahmete gidiyor. tövfə, bax, burada deməli, Tofiq kişi ilə rəhmətli Gülara xanımın bax qəbirləri, ikisinin də başdaş görsən böyür-böyrə. Bax, belə verdi veran eləyiblər. Bunların qəbri yazıqların lap pis gündədir də. Yəni, bax, biləsən ki, buradadır, narahat olma. Bütün kolun içindəydi. Hə, hamısını uşaqlar təmizlədi. Yəni, daşlar da üzü quyuluydu, çevirdik. Hə, çevirdik, bax. Bu yaxınlaşdırım, baxasan da dəqiq ürəyin ağ olsun. Bax, görsən. Bax, görsən. Hə. Allah rəhmət eləsin. Hə, bu da rəhmətli Tamara xalanın qəbridir. Qəbri deyil, daha doğrusu başdaşıdır. Qəbri də bax, burada. Bax, görsən, eyni daşdır. Bax, bu da Tamara xalanın qəbridir. Hə, bu da Quliyeva Suqra Humay qızı. Allah rəhmət eləsin. Bu yazığın da qəbrin Allah nəhlət eləmişlər. Hansı üstə çeviriblər. Bax, bu da onun qəbridir. Allah rəhmət eləsin. Bu da rəhmətli Məşəd kişinin qəbridir. Allah rəhmət eləsin. Bax, Arzumanın oğlu qəşəng təmizləyir. Allah kürəyində dursun. Bax,
Belə. Bax, buradan oxusanız görəsiz. Kariyer'in babası. Hə, İlham müəllim, bax mən sənə dəqiq işarəm deyim, nədir? Başqa cür işi ən enli qəbir burada. Sevdanındır. Elə aşağıdan bax. Bax, yoldan. Binnatın tüsü ilə gələndə 3-cü Bax, qəbir, bir də 4-cü qəbir. kişinin tüşü ilə gələn. Bayandur müəllimi görürsən orada, arkada. Böyük şəklin qoydular. Bax, arkada görükür, üstündə də gül. Onun tüşü ilə gələndə... Qəmzədir, Sevdadır. Hə, Bayandur müəllimdir, Qəmzədir, Binnətdir, Binnət kişidir. Bax, burada da Sevdanın Allah rəhmət eləsin qəbridir. Yəni gələndə rahat olacaq sizə, da təmizdir. Bax, orada bir dənə ağac var, aşağıda. O ağacın tüşündən gələsiniz bura, yuxarıda. Ən enli qəbir onunkudur. Hə, bu da rəhmətli Nazənin xaladır. Maral müəllimin anası. Daş o biri üstə idi. Buranı təmizləndi, uşaqlar təmizlədi. Sonra bunu çevirdik bu üz üstə. Daşın üzü görsənmirdi. Arxasında da yazı var. Yəqin qızlar baxanda Maral müəllim, Duyğun xanım, yəqin baxanda bilərlər. Allah rəhmət eləsin, Allah o dünyasını versin. Allah cari qəbirstanlığında yatanların hamısına rəhmət eləsin. Bugün bizim iməciliyimizdir, qəbirstanlığı təmizləyirik. Allah erməniyə 1000 nəhlət eləsin, milyon nəhlət eləsin. Bax, qəbirlərimizi bugünə qoyublar. Allah'ın nəhlətinə gəlmişlər. Bu mənim Çiçək nənəmin qəbridir. Allah sənə rəhmət eləsin, ay nənə. Bu Kirət əmimin qəbridir. Bu Apam Oktayın qəbridir. Bu da Hacım Gülbəmizin. Allah sənə rəhmət eləsin, ay bacım. Bu günlər də var imiş. Verme Allah'ım ye versin bana. Maşallah olsun, buna da bir Elə bu da gətirlər ya bala bax. Başın boşaldın, gedin doldurun, getirin. Su gətirmişik ya bizdə. Teşekkür. Çəkəcəm. Sen de salasın. Halis vardı, bunun da saz var. Naybənin qızı da bilirlər. Hə, salaram da nömrəsini verdi, sağ olun. Bana verme. Beni Ay uşaqlar, ay qadınlar, gəlin biz də çay qoyağın. Bir samavar su gətiriblər, hə, gələn çay qoyağın, suya düzəldəyim. Samavara gətirmişik, su gətirmişik, hər şey yeməklər gətirmişik. Hə, ət, yeməklər gətirmişik. Bir yerdə tez su gətirmişsiniz, o yaxşıdır, hə, su çox olmağı yaxşıdır. Hə. çay qaynadağım elə işləyənlərə. Hə, biz də gətirmişik. Belə, xurmadan belə gətirmişik, hər şey Heç gətirmişik. ağlım kəsməyim, axşam deyəm ki, çörək almayayım, mən çörək. 20 dənə çörək aldım. Hə, elə mən götürərdim onu, Hə. bir onun ağlım kəsməyim. Eybi yox. Eybi yox, hə, Amma almışıq, şirin yap yeyəcəklər. Çox da adam. Mən də konfet zaten. Yox, yox, elə şirin şey, şirin sizə mən də getmişim. Hə. Allah kömək. Bu indi Elmandan soruşaq. Sağ olun uşaqlar. Allah canınızı sağ eləsin. Ömrünüz uzun eləsin. Qolunuza qüvvət.
Hə, bugün artıq havanın soyuq olduğuna baxmayaraq yağışlı, çiskinli, belə bir havada Cuarlı kəndinin sakinləri, igid oğlanları, igid qızları bugün qəhrəmanlıq göstərdi. Hansı ki, erməni vandalizminə məruz qalmış qəbirstanlığımız, baxın, qəbir daşlarımızı bu vəziyyətə salmışdı ermənilər. İndi hal-hazırda biz onu sərgi formasında gətirdik, burada düzdük. Gələcək nəsillərə tarixi yaddaş kimi bu sərgini burada təşkil elədik. İndi bugün burada zəhmət çəkən gənclərimiz var, ağsaqqalımız var, amma tək bugündən yox. Yəni artıq bir ilə yaxındır ki, gördüyünüz bax bu qəbirstanlıqda bizim bu burada iştirak eləyən, iştirak eləməyən kənd cəmaatımız, kənd sakinlərimiz bu qəbirstanlıq üçün kifayət qədər zəhmət çəkmişdilər. Buyurun, Əvəz qardaş, bizim bu işin başlanğıcından bugünə qədər çox böyük zəhməti olan, çox böyük əməyi olan bu layihənin icrasını öz öhdəsinə götürən, zəhmətini çəkən qardaşımızdır. Buyurun. Çox sağ olun. Mən bugün özümü çox rahat hiss edirəm ki, bizim boynumuza düşən bu vacib, müqəddəs bir işi sona çatdırdıq. Allahımıza şükürlər olsun. Və bu iş kənd cəmaatımızın hamısının demək olar ki, el birliyi ilə, əl birliyi ilə, maddi, mənəvi və fiziki dəstəyi ilə oldu. Ona görə kənd cəmaatımıza çox-çox minnətdaram. Bir daha cəmaatımızı birliyə çağırıram. İndən sonra da çox işlərimiz olacaq. İnşallah bir olaq, baxın. Çox sağ olun. Və bu işdə daimi zəhməti, əməyi, o layihənin başlanğıcından bu günə qədər həm də komissiya üzvü Rahib bəy, buyurun. Mən kənd sakini olaraq, mən burada yatanlara, bugünkü günə qədər nə qədər əziyyət çəkmişiksə, Allah xoşları olsun. Biz yalnız onlara görə bugünkü günə qədər məqsədimiz, amalımız bu. Allah hər birinizin gələnin də, gəlməyənin də kömək olsun. Çox sağ ol, minnətdaram. Və kəndimizin oğlanlarından biri də bu işdə əməyi zəhməti olan Qədir bəy, buyur. Birinci hamınız xoş gəlmişsiniz. Allah bizə yatanların hamısına rəhmət eləsin. Əziyyət çəkənlərin də Allah hamısına halal xoşluq olsun. Allah hamısına rəhmət eləsin. Var olsun Cuarlı cəmaatı. Bu da etməyimiz. Çox sağ olun. Və bizim Qarabalamız. Çox sağ ol, minnətdaram. Siyavuş qardaş, buyur. Çox sağ ol, minnətdaram. Və bugün doğrudan da bir pəhlivan kimi qəhrəmanlıq göstərdi. Bu ağır daşları çox böyük zəhmətin çəkən oğlanlarımızdan biri də Elgündür. Buyur Elgün. Çox sağ olun. Hər nə eləmişik, önlər hava xoş olsun. Gəlməyənlərdən, gələnlərdən Allah sana sağ olsun. Çox sağ ol. Şahid çox böyük zəhmət çəkdi. Doğrudan da bu uşaqlar o qədər zəhmət çəkib. Onu təkrarən mən desəm, nə qədər desəm ürəyim soymur. Çünki çox böyük zəhmətlər olub. Buyur Şahid. Allah hamısına rəhmət eləsin. Allah xoşlar olsun. Və mənim gözəl bacım, mənim zəhmətkeş, bir kişi kimi həmişə mənim yanımda, arxamda dayandı. Bu işdə mənə dəstək oldu. Yaxşı, hər bir zaman yaxşı belə işlərlə, yaxşı əməllərlə, yaxşı zəhmətkeşliyi ilə nümunəvi oldu. Lamiyə, buyur bacı. Mən də Allahdan bizə bugünü yaşadan şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı, ölənlərimizin də halal xoş olsun. Nə qədər kimin nə əziyyəti varsa hamısının halal xoş olsun. Biz bugün rahatıq ki, yəni onların ruhu rahatdır. Çox sağ ol və kəndimizin, elimizin belə ağıllı, tərbiyəli qızı, çox belə qoçaq, sirək, bu işdə o qədər köməklik eləyib mənə. İnanırsan sən o ver. Yəni üzünə qarşı demirəm. Bunu tam içdən deyirəm, səmimiyyətimdən deyirəm ki, mən səni 1-ə 10 çox istədim. Sən bir ağbirçək qadınların edə biləcəyi işləri eləmsən bu günə qədər. Buyur. Allah rəhmət eləsin hamısına. Halal xoş olsun. Gələnlərə də sağ olsun, gəlməyənlərə də sağ olsun. Həmişə bir olağın. Çox sağ ol, minnətdaram və mənim gəlinim.
həyat yoldaşı Elmanın hər zaman dayağı, kürəyində dayanıb belə el qızı kimi. O bilməyib ki, o kənddə Cuarı onun kəndi olmasa da, amma yoldaşının kəndidir, balalarının kəndidir, indi də özünün kəndidir. Buyur Ruxsarə, həmişə əziyyət çəkmisən, zəhmət çəkmisən. Nə xoş bizə ki, gəlmişik bura. Nə eləmişəmsə halal xoşlar olsun. Çox sağ ol Ruxsarə. Və Elman qardaşım, bax burada, yalan desəm siz hamınız təsdiq eləyin. Bunlar... Nə eləmişəmsə halal xoşlar olsun. Çox sağ ol Ruxsarə. Və Elman qardaşım, bax burada, yalan desəm siz hamınız təsdiq eləyin. Bu layihədə ən çox zəhməti olan insanlardan birincilərindən biri də Elmandır. Elədirmi Əvəz qardaş? Və əsl halallığı verə biləcəyi insanlardan biri də Elmandır. Elman, kövrəlmə, qurban olum sənə. Sən Oqtay əminin, Fikrət əminin, Calal əminin, Elnurun, Cümşüdün, ehtiramın əvəzindən bizə, hamımıza dəstək oldun, qardaş oldun və bu kəndə qardaşsan sən. Bax, burada duranların hər birinə qardaşsan. Kövrəlmə sözünü deyil. Nə eləmişsə, Allah xoşlar olsun. Mən nə deyim? Qoy mən deyim. Deyin, Əvəz qardaş, deyin. Elman məni anda verir. Ölənlərimizin adına Allaha, Qurana. Əvəz əmi, hər gələndə məni götür. Sənət verirəm Allaha, Qurana. Məni heç zaman tək olmur. Hamının burada zəhmət olur. Sağ olsun, hamı, bayaq dedim. Amma Elman heç bir dəfədə olsun, mən Bakıdan vurub 350 kilometr gəlib getmişəm dəfələrlə, yenə deyirəm, halal, xoş olsun buradayım. Elman hər zaman məndən gəlib. Doğrudan. Gəlib Beşiktaşın kişincə bir bahəm qalmışıq. Ondan da başqa da, yəni bir dəfə olsun bu adam qalmır. Doğrudan. Sağ ol Elman, Allah kürəyində dursun. Amma Elman həqiqətən Elmanın zəhməti. Və bu iş başlayandan mənə kömək eləyən, arxada, qarşıda, öndə, bütün qohumların, qonşuların, dostların, hər kəsin yanında Nailə elə bir qızdır ki, onu bəlkə də qəlbin, ürəyin çox adam bilmir. O tamam fərqli bir qızdır. Nailə, çox sağ ol deyirəm. Sən həqiqətən İsmət mamamı əvəz elədin. Bu layihə başlayandan, bax bu qəbirstanlıqda sənin maddi, mənəvi, bax əl əməyi ilə, hətta yeməkləri də cürbəcür pişirib gətirib burada hər zaman ki, insanlar qidalansın, rahat işləsinlər. Nailə, çox sağ ol. Mən sənə təşəkkür edirəm. Fondun inkişafında, fondun yaradılmasında sənin əməyin də anılmazdı, bacı. Mən də bu kəndin qızıyım. Buyur. Allah cəmi Cuarı qəbirstanında yatanların hamısına rəhmət eləsin, halal xoşlar olsun. Mən də əminə sağ ol deyirəm ki, hər dəfə məni gətirib aparıb. Nə deməkdir? Çox sağ ol. O elə hamımızın əmsidir. Hamımıza kömək eləyib. Vallahi, billahi, ay cəmaat, ay Cuarı cəmaatı. Bu kişi bizi bir ildir pulsuz aparır, pulsuz gətirir. O boyda maşını hər dəfə bura sürür, gedir, gəlir. Yazıq bir dəfədə bir kəlmə belə üzünü turşutmur. Çox sağ ol buna görə də Əvəz qardaş. Və mənim Sənobər bacımın, Sənobəri mən çox istəyirəm də, hamı bilir, evdə də bilirlər bunu. Sənobərin bax belə igid oğlu, bugün sənlə tanış oldum Mikail, çox belə xoş oldu mənə. Sən nə qədər qoçaq, zirək, əsl o Xıdır əminin nəvəsinə layiq, çünki o da qoçaq kişi idi, balaları da qoçaqdı. Yəni, Allah atana rəhmət eləsin, indi atanı belə qismət olmadı, biz görmədik, tanımadıq, amma səni gördük və çox şad olduq. Sən bugün o qədər əziyyət çəkdin. Halallığın ver, ürək sözüdür. Mən də bütün şəhidlərimizə rəhmət deyirəm. Qazilərimizə can sağ deyirəm. Çünki onların hesabına biz buradayıq da. Nə ilə bizə halal xoşlar olsun. Çox sağ ol, minnətdaram. Və hamınız bir ağızdan halallıq verin. Çox xahiş edirəm. Allah hamısına rəhmət eləsin. Cənnət olsun. Biz də rahatıq. Şükür Allah'a. Bax, gün baxanda adamın ürəyi açılır. Allah Gülanə, sənin də canını sağ eləsin. Yaxşı ki, sən bizə icra başçısı olmusan, icra eləmişsən buranı. Çox sağ ol. Bu işi qurub yaradan sənsən. Hə, Gülən. Həqiqətən də bu işlər düzdür. Hamının əziyyəti. Elə bizim icra başçımız. Bu başqa şey. Amma Gülən qədər bəlkə də həqiqətən də Gülən
Yəni neçə vaxtdır biz bununla yoldaş oluruq. Bunun Gülərin əziyyəti danılmazdır. Yəni bu işdə bəlkə də nə bilmək, bir kişi kimi də, yəni bir qeyrətli oğul kimi Gülən bu yolda əziyyət çəkir. Yəni həqiqətən Gülənin əməyi bu işdə danılmazdır. Allah canı sağ eləsin. Allah ölənlərin, rəhmət eləsin. hamısına rəhmət eləsin. O atanın, ananın çörəyi sənə halal olsun Gülən. Çox sağ ol. Çox sağ ol. Biz də səndən fəxr edirik. Çox doğru dedi Lamiyə balam. Həqiqətən, bu işin qurucusu, yaradanı, dövlət səviyyəsində icazə alanı, o qapı sənin, bu qapı sənin qadırlığınla, işlə bərabər, problemlərinlə bərabər əziyyət çəkən, ən böyük əziyyət çəkən sənsən. Ona görə hamımız sənə təşəkkür edirik. Bu işin valla əsas əziyyəti sənin çiynindədir. Döyüşə bu işi yekunlaşdırmışsan. Sən çox maddi, mənəvi, psixoloji gərginliklərə, əziyyətlərə çox sinə gəldin. Şükürlər olsun, qutardın. Allah gücünü eləsin, bacım. Allah Çox sağ ol. Yaxşı vaxtın. Sağ olun.